Nərimanov rayon Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər iddia edirlər ki, Whitestone Tower şirkəti istilik, elektrik və qaz xətlərini kəsərək təhlükəli vəziyyət yaradıblar. Biz müraciət etmişdik və bizə demişdilər ki, buradakı bütün binaların hamısı söküləcək. Burada Aşıq Molla Cümə 11, 11B, 11A, 13, 15, 15A bu binalar qalmaqla digər binaların hamısını söküblər və bizim də qırmızı xəttimizi göstərmirlər. Mən çox xahiş eləyərdim göstərəsiz bu binaları, bu yeni tikilmiş binaları. Bizə deyirlər ki, qanunla o layihə harda təsdiq olunub. Sakinlər həmçinin bildirirlər ki, şirkət əraziyə qırmızı xətt çəkərək avtomobillərin parklanması, uşaqların oyun meydançası kimi əraziləri zəbt edib. Bizim zibil qablarıdır. O da bizim blokdur. Əvvəlcə burada içəridə, yəni qanuni şəkildə tikilmişdi. Zibil qabları qoyulurdu içəri. Yəni bunun yayda heç bir problem yaşamırdıq. Normal şəkildə zibil maşını gəlib götürüb geyirdi. Məsələ ilə bağlı şirkətin hüquqşünası bildirir ki, ərazidə aparılan bütün tikinti və infrastruktur işləri tam qanuni çərçivədə həyata keçirilir. Bina üçün bütün sənədlər, layihə icazələri, tikinti lisenziyaları və texniki şərtlər mövcuddur. Müvafiq dövlət orqanları tərəfindən təsdiqlənib. Çıxarışdı xanım, baş plandan çıxarışdı. Bu sərəncamdır, hasara alınma ilə bağlı sərəncamdır. Bu Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılmasına dair sərəncamdır. Və bu xanım yer quruluşu planıdır, xahiş edirəm baxın. Və burada bütün sərhədlər müəyyən olunub, Əmlak Komitəsi tərəfindən təsdiq olunub, döngə nöqtələrin koordinatları müəyyən olunubdur. Ona görə də biz hər hansı bir torpağa müdaxilə etmirik, hər hansı bir sahəyə müdaxilə etmirik. Sakinlərin öz mülkiyyət hüquqları var, onlar öz mülkiyyət hüquqlarına cavabdehdirlər, öz sahələrinə cavabdehdirlər. Bu ətraf sahədə olan sahələr yeri gəlmişkən onu da izah edeyim. Mən indi qarşı tərəfin vəkili deyiləm. Sadəcə bildirmək istəyirəm ki, bax bu əraziyə, bizim ərazi ayrıca, bu əraziyə cavabdeh olan qurumlar var. Yəni, həmin şəxslər, sakinlərin yeri gələndə bu ərazi ilə bağlı hər hansı bir, yəni necə deyim, pretenziya irəli sürməyi belə baxanda heç ixtiyarı da yoxdur. Buranın yiyəsi yoxdur. Buranın yiyəsi var, yolun yiyəsi var, ərazinin yiyəsi var. Bir nəfər çıxardıblar ortalığa, nəyə çıxartmısan? Danışığına bax.